Deməli, əziz tələbələr, mövzumuz dörd bucaqlılardır. Gəlin baxaq görək söhbət nədən gedir. Uşaqlar, dörd bucaqlıların müəyyən xassələri var ki, bu bütün dörd bucaqlılara aid eləmək olar. Məsələn, istənilən dörd bucaqlı üçün hansı dörd bucaqlı olur olsun? Dörd bucaqlılar var: trapesiya, paleqram, çarpələng. Yəqin tanırsınız çarpələng nədir? O uçurtma var. O da dörd bucaqlıdır. Yəni, müxtəlif növlər var. Hansı növ olur olsun? Bizdə aydındır ki, iki diagonal olacaq və diagonallar arasında bir bucaq qalacaq. İstənilən dörd bucaqlının sahəsi 2'də 1, D1 vur D2 vur sinüs alfadır. İstənilən dörd bucaqlının sahəsi 2'də 1, D1, D2 sinüs alfadır. Məsələn, deyək ki, getmişsiniz imtihana, sizə trapesiya verilib. Trapesiya deyilib ki, bu diagonalının uzunluğu 6'dır, bu diagonalının uzunluğu 8'dir. Buradakı bucaqda deyək ki, 120 dərəcə verir. Deyib ki, bunun sahəsini tap. Uşaqlar başlayacaq hündürlüyü çəkməyə falan filan. Ancaq başa düşür ki, bu trapesiyadır, trapesiya deyil, nə olur olsun. Dörd bucağının sahə düsturu 2'də 1, 6 vur 8 vur sinüs 120 dərəcə. Problem bir dənə bu sinüs 120'də olmalıdır ki, tələbə bilməlidir ki, sinüs 120, sinüs 60'dır. Kökdə 3 böl 2 alır. Kök 3 böl 2 alır. Cavab 12 kök 3. Vəssalam. Bu da bizim belə deyək ki, trapesiyanın sahəsi. Nümunə 2. Yəni xassə 2 daha doğrusu. Deyək ki, çevrə daxilində dörd bucaqlı var. Əgər dörd bucaqlı çevrənin daxilindədirsə, yəni dörd bucaqlının xaricinə çevrə çəkmək mümkündürsə, bu zaman onun qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Yəni başqa variant mümkün deyil. Bu iki cəm 180 olmalıdır. Bu fakta aid nümunə 2. Sual düşə bilər ki, ispat edin ki, trapesiya xaricinə çevrə çəkmək mümkündürsə, o bərabər yanlıdır. Biz trapesiya anlayışımız var deyənə deyirəm. Necə ispat edək? Tələbə deyər ki, Süleyman müəllim, bax biz trapesiyamızın xaricində çevrəmiz var. Bu trapesiyadır. Nətər ispat edək ki, bu bərabər yanlıdır? Birinci, tələbə deyər ki, Süleyman müəllim, bu bucaq alfa olsun, bu bucaq beta olsun. Bu bucaq da bir x olsun, burada y olsun. Trapesiyanın bərabər yanlı olması üçün alfa ilə y, beta ilə də x bir-birinə bərabər olmalıdır. Ki o bərabər yanlı olsun. Biz bilirik ki, trapesiyada AB və DC tərəfləri paraleldir. Alfa ilə beta bunlar daxili bir tərəfli bucaqlardır. AB və DC bərabər olanda daxili bir tərəfli bucaqların cəmi 180'dir. Ya da kimsə yadından çıxıbsa, U hərfi əmələ gəlirsə, bunların cəmi 180'dir. Digər tərəfdən dedik ki, ixtiyari dörd bucaqlının xaricində çevrə varsa, onun qarşı bucaqlarının cəmi neçə verməlidir? 180'dir. Yəni alfa ilə x nə verməlidir bizə?
180. Alfa ilə beta da 180 verməlidir. Alfa ilə x də 180 verməlidir. Onda buradan çıxır ki, beta ilə x bir-birinə nədir? Bərabərdir. Bu iki bucaq bir-birinə bərabərdir. Bucaqlar bərabərdirsə, onda fiqur nədir? Bərabər yandır. Məsələ bitdi. Belə bir sualda çox rahatlıqla birinci qrupa düşə bilər. Birinci qrupa. Sadəcə bəs deyər Süleyman müəllim, bəs burada təkcə birinci qruplar deyil, kifayət qədər qrup var. Niyə bunu bilmək lazımdır? Növbəti dəfə sizə cümlə düşsə ki, trapesiyanın xaricində çevrə var, biz nəyi istifadə elədik? Xaricində çevrə varsa bu nədir? Bərabər yanılır. Deməli, sizə cümlə kimi düşsə ki, trapesiyanın xaricində çevrə var, avtomatik nəyə işarədir bu? Bərabər yanlı olmağa. Bizə sonuncu o xassə lazımdır. Yadda saxlamaq. İsbatı yadda saxlamasınız da olar. Amma xassəni bilməlisiniz. Keçdik. Xassə 3. Xassə 3. Deyək ki, bu dəfə trapesiya yox, dördbucaqlının daxilində çevrə var. Dördbucaqlının daxilində çevrə var. Bu nə dördbucaqlısı olur olsun. Dördbucaqlının daxilində çevrə varsa, onun qarşı tərəflərinin cəmi bərabərdir. A üstəgəl S ilə B üstəgəl D bir-birinə nədir? Bərabərdir. Bu ilə bu, bunu ilə bu. Bu da vacib məlumatdır və nümunəmiz. Yenə də nümunələri trapesiyaya gətirirəm. Başqa şey də gətirmiyorlar da. Amma trapesiyaya deyək. Deyər ki, düzbucaqlı, bunların hamısını uşaqlar evdə özünüz araşdırmalısınız. Düzbucaqlı trapesiya verilib. Buranın uzunluğu 4'dür. Buranın uzunluğu 6'dır. Düzbucaqlı trapesiyanın sahəsini tap. Tələbənin ilk addımı odur ki, trapesiya sahəsi düsturu belədir. Kimsə bilmirsə. A üstəgəl B bölü 2 vur H. Bu trapesiyanın sahə düsturudur. A ilə B də paralel olan tərəflərdir. Bunlar var, amma məndə nə yoxdur? Hündürlük yoxdur. Onda tələbə başlayır düşünməyə. Ki, qoy bura olsun hündürlük. Bura bizə hündürlük. Hündürlüyü buradan da çəkmək olardı. Bu hündürlük. Ancaq mən bilirəm ki, bunu ilə bunun cəmi ilə, bura ilə buranın cəmi eyni eləməlidir. Bu ikisinin cəmi 10'dursa, bu ikisinin də cəmi bura H qalıbsa, onda bura 10 çıxaşdır. H ilə 10 çıxaşı toplayanda nə qalacaq? H. Ilə 10 çıxaşı toplayanda H'lar gedəcək 10. Buradan bura 4'dürsə, mən buradan bir dənə də hündürlük endirsəm, burada nə olacaq? 4. Onda bura qalacaq. Burada nədən istifadə edirik? Pifagor terimindən. Əziz tələbələr, misalları əzbərləməyə yox, hər bir addımı çalışırsınız, başa düşəsiniz. Əzbərlə irəli getmək mümkün deyil. Çünki artıq Dövlət İmtahan Mərkəzi sualların seçimində süni intellektdən istifadə edir. 9-cu siniflərin imtahanların sualları süni intellekt vasitəsilə seçilir. Bunker orada olmuyor. Yəni bunker kimsə desə ki, mən bunkerim, artıq saxta deyir. Çünki yoxdur orada, adam deyil seçən. Bu H-dır, bura neçədir? 2'dir, bura 10 çıxaşdır. Biz də bilirik ki, bunun kvadratı üstə gəl buranın kvadratı verməlidir buranın kvadratı. H-ın kvadratı üstə gəl 2'nin kvadratı bərabərdir 10 çıxaşın kvadratına.
Bunun kvadratısa gəl, bunun kvadratıdır, bunun kvadratıdır. Yuxarıdan h kvadrat üstə gəl 4 bərabərdir 100 çıx 20h üstə gəl h kvadrat. H kvadratlar neynədir? Getdi. 20h 96'dır. H 96 böl 20. 4 tam onda 8. H'ı tapdıq. İndi bəs sahə A üstə gəlib B. 4 üstə gəl 6 böl 2 vur 4 onda 8. Neçə aldıq? 24. Bu gedişləri həqiqətən də vicdanlı şəkildə tələbə yazsa, ona ikinci dəfə bu məsələni yazmaq 1 saniyə alacaq. 1 saniyə. Sorsuz niyə? Cəmi neçə aldıq? Bura neçədir? Bura neçədir? 4-ü 6-ya vuran neçə eləyir? Deməli, belə çıxdı ki, biz bir düstur tapdıq. Düzbucaqlı trapesiyanın daxilində çevrə varsa, onun sahəsi elə nədir? Avrubaydı. Bunu əzbərləsən yadından çıxacaq, bu heç. Amma oturub belə deyək, bu misal üzərində yarım saat əlləşsən ki, bu nədir və s. və axır. Ondan sonra ikinci dəfə bu misal görünəndə deyirsən, ha, mən orada nəsə yazırdım. Axırda da nə alınırdı? Bunların hasili. Yəni, birbaşa əzbərləməyə yaddan çıxacaq. Gördüyünüz kimi, xassə 3-ü tədbiq elədik. Növbəti. Ümid eləyək, bu işləyir. Xassə 4. Bu da maraqlı bir xassədir. İxtiyari. Belə olmasın da qoy, biraz fərqli olsun. Hər hansı A, B, C, D 4 bucaqlısı var. Hər hansı, fərq eləməz. Götürürük AB-nin düz ortasını. M. BC-nin düz ortasını. N. CD-nin düz ortasını. K. Və AD-nin düz ortasını. Gözüm çəp görmürsə, buradır. AD-nin düz ortası. L. Və başlayaq bu ortaları birləşdirək. Nəticədə hansı fiqur olur olsun, hansı dördbucaqlı olur olsun, onun ortalarını birləşdirə getsə, alınacaq dördbucaqlı həmişə parallelogram olur. Oldu nə? Parallelogram. Və bu paralelogramın da perimetri əvvəlkinin diagonalları cəmidir. AC üstəgəl BD-dir. Məsələn, bir buraxılış sualı deyək. Xassələri bilən üçün. Nümunə 4. Deyib ki, yenə trapesiya ilə bağlı verirəm. Trapesiyanın diagonalları 7 və 8'dir. Onun tərəflərinin ortalarını birləşdirməklə
onun tərəflərinin ortalarını birləşdirməklə alınan ortalarını deyəndə orta nöqtələrini də orta sözü biraz pis oturur burada. Orta nöqtələrini birləşdirməklə alınan 4 bucaqlının perimetrini tapın. Tələbə bizim xassə 4'ü başa düşürsə, birinci anlamalıdır ki, burada trapesiya sözü artıq sözdür. Necə yəni artıq sözdür? Hansı 4 bucaqlı olur olsun? Trapesiya olmur, romb olsun. Onun diagonalları cəmi, həmin fiqurun diagonalları cəmi. Ortaları birləşdirməklə alınan fiqurun neyinə bərabərdir? Perimetrinə. Yəni orada trapesiya sözü olsa da olmasa da. Həlli, şəkilsiz falansız. Perimetr nəyə bərabərdir? 15'dir. 7 üstə gəl 8, 15'dir. Kimsə deyər ki, müəllim, niyə belədir? Üsbüzağın orta xəttinə görə. Bu da bizim xassə 4'ümüz. Növbəti. Buraları silək. Bu uşaqlar dediyimiz xassələr bütün 4 bucaqlılara aiddir. İndi isə 4 bucaqlıların xüsusi növlərinə keçək. Bunlardan bir növü paralelogramdır. Qeyd edək ki, düz bucaqlı romb, kvadrat, bunların hamısı paralelogramın adıdır. Yəni mən paralelogram adı çəkəndə gördüyünüz kimi dördbucaqlının növlərini deyəndə dedim paralelogram. Sonra dedim ki trapesiyada kvadrat düzbucaqlı romb adı çəkmədim. Çünki bunların üçü də nədir? Paralelogramdır. Və bizdə paralelogramın qarşı tərəfləri cüt-cüt paralel və bərabərdir. Burada paralellik var, bərabərlik var. Bu bucaqla. Bu bucaq eynidir, bu bucaqla. Bu bucaq eynidir. Digər tərəfdən alfa ilə betanın cəmi 180 dərəcədir. Perimetr açıq aydın 2 vurulsun A üstə gəl B-dir. Sahə isə A vur B vur sinus alfadır. Bax, bu düstura fikir verək. İndi biz paralelogramın növlərinə baxaq. AB sinus alfada. Paralelogram düzbucaqlı olanda nə baş verir ki? Buradakı bucaq nəyə çevrilir? 90'a. Sinus 90'da nə alır? 1. Sinus 90'da 1 aldığına görə sahə nə olur? A vur bu. Deyək ki romb. Yəqin tanıyırlar romb nədir? Burada bir alfa bucağımız var. Bu romb. Alfa bucağımız. Və tələbənin addımı sahə necə olacaq? A vur B sinus alfa yerinə A'nın da B'nin də yerində nə dayanıb? A dayanıb. Olur onda A vur A, yəni A kvadrat sinus alfa. Həmin bu düsturdur. Və ya kvadratda nə baş verir? Kvadratda o baş verir ki, bura 90, 90, 90 bir də 90. Nə alınır? A vur A, elədi A'nın kvadratı. Baxmayaraq ki, 1 düstur, 2 düstur, 3 düstur yazdı. Bu düsturların hamısı elə bunun özüdür. Tüm paralelogramda AB sinus alfa. Bu sahə düsturlarımızdan biridir. İndi keçək. Paralelogramın hündürlüklərini çəkək.
Buna yazdım P1. Paraleqrama aid birinci xassə. Paraleqrama aid deyirsə, tələbə məndən soruşur ki, mənim burada düzbucaqlı kvadrat romb neyinir? Bu sualı verirsə, mən də ona sual verirəm ki, ay tələbə, kvadrat nədir? Paraleqramdır. Düzbucaqlı nədir? Paralelogramdır. Romb nədir? Paralelogramdır. Yəni, bunlar ona aiddir. Bu xassə biri, sahə tam. İndi P2. Paraleqram 2. Paraleqramda kiçik hündürlüyümüz var. Böyük hündürlüyümüz var. Yadda saxlamaq lazımdır ki, kiçik hündürlük böyük tərəfə, böyük hündürlük kiçik tərəfə çəkilir. Bunu sözlə yazaq. Kiçik hündürlük böyük tərəfə, kiçik hündürlük böyük tərəfə, böyük hündürlük kiçik tərəfə çəkilir. Və kiçik hündürlük böyük tərəfə, böyük hündürlük kiçik tərəfə çəkilir. Və nəyi bilməliyik? Sahə, tərəf, vur ona çəkilən hündürlüyüdür. Sahə, tərəf, vur ona çəkilən hündürlüyüdür. Və bu P2-nin içində kiçik hündürlük böyük tərəfə, böyük hündürlük kiçik tərəfə çəkilir sözündə bunun romba tətbiqi var. Romba tətbiqi var. Birinci, rombda hündürlük çəkdim. Hündürlük H olsun. İndi rombda başqa bir hündürlük çəkdim. Bu hündürlüklə bu hündürlük arasında fərq yoxdur. Niyə? Kiçik hündürlük böyük tərəfə, böyük hündürlük kiçik tərəfə çəkilir. Rombun tərəfləri nədir? Ona görə də hündürlükləri də nə olmalıdır? Bərabər olmalıdır. Və sahə də necə tapılacaq? A vur H. Və 2 sual buna aid. 2 sual buna aid. Buranı silək. Nümunə indi burada başladı. Yaxşı, nümunə 1 deyək. Nümunə 5-dir. Nümunə 5. Romb verilir. Burada bir PK xətti var. PK xətti var, bura 90-dır. Bir də LM xətti var. Burada 90 işarəsi var. Onlar O nöqtəsində kəsişir. PO 5-dir. OK 4-dür. MO 6-dır. LO 1 tam. Tələbə də addım olaraq başa düşməlidir ki, bu ML hündürlükdür burada. İki paralel xətt arasındakı məsafə heç zaman dəyişmir. PK da hündürlüydür burada. Birinə 90-sı, o birinə də 90. Bu ikisi də hündürlüydürsə, kvadratda dedik ki, hansı hündürlük, daha sonra paraleqramda hündürlük, paraleqram deyirəm, romda hündürlüklər çəkəndə onlar bir-birinə nə olur? Yəni PK nəyə bərabər olmalıdır? ML-ə bərabər olmalıdır. PK bərabər olmalıdır ML-ə. Bunun biri 5, biri 4. Bura 9-dursa, burada da 6 üstəgəl x həmin o 9-u verməlidir. X 3-dür. Dərslə məşğul olan üçün saniyəlik söhbət. Bu oldu nömrə 5. Keçdik nümunə 6. Nümunə 6.
Nümunə 6. Nümunə 6 nədir? Belə bir gediş. Bizə bir poliqram verilir. Bu poliqramda bura 3x çıx 3, bura x plus 1, bura 3x çıx 2, bura x. ABCD poliqramının sahəsini tapın. Belə bir sual. ABCD'nin sahəsini tapın. Bizə sənə bunlar bir-birinə girməsin. Bura 3x çıx 3'dür. Tələbə deyər ki, Süleyman müəllim, tərəf vur ona çəkilən hündürlük, tərəf vur ona çəkilən hündürlük sahəni verir. Tərəf vur ona çəkilən hündürlük sahəni verir. Yəni, x plus 1 vur 3x çıx 3 bərabərdir x vur 3x çıx 2. Bura açaq. X 3x'a ehtiyac deyil. Çıx 3x üstə gəl 3x çıx 3 bərabərdir. Nəyə? 3x kvadrat çıx 2x. Nə aldıq? Mənfi 2x nəyə bərabərdir? Mənfi 3'ə. X nəyə bərabərdir? Onda x'in yerinə 1/5'i qoysaq, bura neçə eləyəcək? 2/5. Bura x'in yerinə 1/5 qoysaq. 3 vur 1/5 çıx 3. 1/5. Burada x'in yerinə 1/5. Burada 2/5. Deməli, bu ümumiyyətlə rombuymuş. Bu figur rombuymuş. Bəs sahəsi necə tapacağıq? Tərəf vur ona çəkilən hündürlük. 1/5 vur 2/5. 1/5'i 2/5'e vursaq. Kim vuracaq? Mən? Vuraq. Daha vurdum. 3 tam %75. Bu da bizim fiqurun sahəsi. Yəni, çox rahatlıqla buraxılışa, izahlı suala düşə bilər. Çox rahat. Keçdik. Poliqramın növbəti xassəsi. P3. Paralleloqramda iki bucağın tənböləni ondan bərabər yanlı 3 bucağa ayırır. Eyni zamanda kör bucağında tənbölən eniş eləyir. Tənbölən bərabər yanlı 3 bucağa ayırır. Belə deyək. İndi mən itini çəkdim, amma kördan da çəksən eniş alacaq. Niyə? Bu tənböləndirsə burada alfa var. Burada nə alfi var? Onda burada alfadır. Bu ikisi bərabərdirsə, demək bu bərabər yanlıdır. Burada A'dır. Burada A'dır. Bu tənbölənin xassəsidir. Onda bu xassənin rombda da aid olması üçün çox maraqlı bir fakta gəlib çıxırıq. Rombda tərəflər əvvəlcədən onsuz da bərabər idi. Mən onda tənbölən çəksəm, gerək bu bərabər yanlı 3 bucaq ayırsın axı. Bu tənbölən tutaq ki, bura getsə, bura A olacaq, bura isə artıq A olmayacaq. Çünki A buracan. Aha, burada başlayırsan ki, bu nətər ola bilər axı? Müəllim deyib ki, biz tənbölən bərabər yanlı 3 bucaq ayırmalıdır. Onda tələbəyə çatır ki, rombun diaqonalı bərabər yanlı 3 bucaq ayırır. Deməli, rombun diaqonalı ilə nədir? Tənböləndir.
Deməli, romb üçün biz hansı xassəni gördük? Rombun diaqonalı daxili bucağın tənbölənidir. Hər bir xassə, əziz tələbələrim, beyninizdə emal eləməlisiniz, üzərinizdə işləyərək. Vaxt ayırmalısınız, hələ ki vaxtınız var. Və bu xassələri emal elədikcə ki, bu nədir, bu nədir, bu nədir, uğur qazanmaq olacaq. Uğur qazanmaq olacaq. Keçək. Növbəti. Əgər paraqramda tənbölənlərin kəsişməsinə baxsaq, tənbölənlər 90 dərəcə altında kəsişəcək. Tənbölənlər 90 dərəcə altında kəsişəcək. Bunu anlamağa çalışaq. Bu nədir? Tənböləndir. Bura nəyin nəyə bölünüb? Deyək ki, alfanın alfaya. Bu tənböləndir. Bu da bölünüb nəyə? Bettanın bettaya. Bura neçə alfa elədi bizdə? 2 alfa. Bura da elədi 2 betta. Onda bizdən nə aydın olur? Nə aydın olmalıdır əslində? Bu 2 alfa ilə 2 betta birlikdə verməli idi 180 dərəcə. 2-yə bölsəz, alfa ilə betta birlikdə neçə verməlidir? Bu ikisi 90-sa, burada 90. Yəni, tənbölənləri çəkəndə, tənbölənlər neçə dərəcə altında kəsişir? 90. Hə, bunu artıq romba tətbiq edə bilərsən. Deyərsən ki, Süleyman müəllim, aha, mən bilirdim ki, rombun diaqonalı tənböləndir. Bu da tənböləndir. Bu da tənböləndir. Bu da tənböləndir. Tənbölənlər neçə dərəcə altında kəsişir? Deməli, rombun diaqonalları bir-birinə nədir? İndi sahə düsturu vardır rombda. Ümumiyyətlə, belə bir düstur vardır. 2-də 1, D1, D2, sinus alfa. Buradakı bucaq neçə dərəcə oldu? Onda sahə düsturu romb üçün nədir? Ən məşhur sahə düsturu. 2-də 1, D1, D2. Belə bir xassədir. Xassələri mən niyə görə çıxardıram? İstəsək belə, əziz tələbələrim, bütün xassələri deyə bilmərik. Amma kim ki, xassə çıxartmağı bacarırsa, onun üçün problem olmayacaq. Nə sual düşür, düşsün. 5. ABCD paraqramında K ixtiyari bir nöqtədir. K ixtiyari bir nöqtədir. Və deyək ki, A-nan K-nı və K-nan D-ni birləşdirdik. Götürdük A-nan K-nı və K-nan D-ni birləşdirdik. Nəticədə buranın uzunluğu olsun M, buranın uzunluğu olsun N. Buranın sahəsi olsun S1, buranın sahəsi olsun S2. Həmişə orta kənarların sahələri cəmidir. Bura S1 üstə gələ S2-dir. Bundan savayı S1-in S2-yə nisbəti elə M-in N-ə nisbətidir. Buna aid 2022-ci ildə buraxılışa düşmüş suala baxaq. Sual belədir. Nümunə neçə oldu bu? ABCD AK və DK tənböləndi. AK və DK tənböləndir. Digər tərəfdən
Tənbölən olmaqdan başqa. Burada ABCD'nin perimetri 51'dir. KD xəttin uzunluğu 8'dir. S ABCD'ni tapın. Belə bir sualdır. Tələbə necə yanaşmalı idi məsələyə? Birinci AK'nın tənbələn olduğunu deymişik. Deməli, bura nə yazmalı idi? Alfa alfa. Bu da tənböləndir. Beta beta. Digər tərəfdən Z var deyənə bura alfadır. Z burada da var. Burada betadır. İndi mən bu uzunluğu bilmirəm. Olsun A. Burada alfa, bu da alfa. Deməli, burada nədir? A'dır. Digər tərəfdən qarşı tərəflər bir-birinə bərabərdir. Bura A'dırsa, burada A'dır. Bunların ikisi də betadır. Bura A'dırsa, onda burada A'dır. Bu hissə 2A'dır. Onda bu hissədə 2A'dır. Perimetr olur 6 dənə A. 6 dənə A 51'dir. Böldüm 3'ə. 2A 17'dir. 2A mənə lazım idi. Bura 17'dir. Dedik ki, tənbölənlər 90 dərəcə altında kəsir. Sübutunu da verdik. Bura 90'dır. Digər tərəfdən onda AK'nı tapmaq üçün Pifagordan istifadə edə bilərəm. AK'nın kvadratı katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. 8'in kvadratı 17'nin kvadratıdır. 17'nin kvadratı 289 çıx 64 225 buradan da 15 çıxdı. Buradan da 15 çıxdı. AK 15'dir. İndi biz belə bir xassədə dedik. Dedik ki, bu MN necə bölünübsə, sahələr də elə bölünür. Bura A'dır, burada A'dır. Onda buranın sahəsi S'dirsə, burada da sahəsi S'dir. Bura S'dir, burada S'dir. Orta isə cəm idi. Deməli, oldu bura kes. Bizə bütün fiquru istəyir. Bütün figur S, 2S, S, 4S. Bizə 4S lazım. 4S'də 2S'dən 2 dəfə nədir? Çoxdur. Yəni A, B, C, D'nin sahəsi 2 vur ortadakı S üçbucaq AKD'nin sahəsidir. Sualın özü düşüb ha, bir daha təkrarlayıram. Sualın özü düşüb. AKD'nin sahəsidir. AKD də düzbucaqlı, üçbucaqlı. Onda nəticə nə alırıq? Düzbucaqlı üçbucağın sahəsi 2'də 1, katetlərin hasili. Neçə elədi? 120. Keçdik növbətiyə. Əgər paralelogramda bu xassə neçə gəldi bizdə? 6. P6.
Paralelogramda götürürük. Bir diagonal çəkirik. Çəkilən diagonal fiquru iki kongruent üçbucağa bölür. Yəni onların sahələri bərabər olur. Onda buradan aydın olur ki, bu diagonaldır. Bu da deyək ki, ona çəkilən hündürlüydür. Fakt odur ki, sahə ABCD'nin sahəsi diagonal vur ona çəkilən hündürlüydür. Diagonal vur ona çəkilən hündürlüydür. Bu da bizdə ABCD'mizin sahəsi. Niyə? Üçbucağın sahəsi 2də 1 tərəf vur hündürlüydür. Bundan 2 dənədir. 2də 1'lər gedir. Və əgər diagonalların ikisini də çəksəz, paralelogramın diagonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Paralelogramın diagonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Aha! Və növbəti nümunə 9-cu siniflərə düşən suala baxaq. Bu illəri buraxılışda. Nümunə 8. Deməli, düzbucaqlı verilir. Düzbucaqlının diagonalı çəkilib. B və D təpələrindən hündürlüklər çəkilib. Bu H olsun, bu K olsun. Deyilib ki, BH 5'tir. S üçbucaq BHK 60'tır. S ABCD'ni tapınız. Bu məsələyə yanaşmaq üçün birinci tələbə təyin eləməli idi ki, BHK düzbucaqlı üçbucaqdır. Hələlik buranı bilmirik. Qoy bura olsun bizdə 1x. Pifagor teoreminə görə sahə olmalıdır. Daha sonra Pifagora yox, ümumiyyətlə sahə bizdə necə tapılır? 2də 1 katetlərin hasili 5 vur x. Bu verməlidir 60. Buradan x bərabərdir. 60'ı 5'e bölüb 2'ye vururuq. 24. Buradan bura 24'dür. Tələbənin əksəriyyəti bunu görə bilib ki, hə, ora 24'dür. Amma daha ardın gedə bilmirlər. Ardından biz bilirik ki, diagonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Tələbə B ilə D-ni birləşdirsəydi, deyərdi ki, bu 24 bölünür 12'nin 12'ye. Hə, nə olsun? İndi isə Pifagor teoreminə görə B10'u tapaq. B10'un kvadratı 5'in kvadratı üstə gəl 12'nin kvadratıdır. 5'in kvadratı 25, 12'nin kvadratı topladıq 169. BO BO 13'dürsə, diagonallar kəsişmə nöqtəsində yarıya bölünürlərsə, BD 26'dır. BD 26'dır. Bu uzunluq 26'ya bərabər. Paralelogramın da diagonalları bərabər olur. BD 26'dırsa, paralelogramın üzr istəyirəm, yox, düzbucaq alınır. Bu halda bunlar bərabərdir. Bu da 26'dır.
Onda deməli biri 26, o biri 26. Hündürlüyüm də nədir? 5'dir. Sahə düsturu nədir? H vur D. Qeyd edim 9'ların sualıdır. 5 vur 26. O keçəni 9'dan 100 yazanlar üçün. Baxın görün yazabilirsiniz mi yoxsa yox. 130. Aha. 130. Keçdik. Poligramda məşhur bir bərabərlik var. Buna poligram bərabərliyi deyirlər. Ən məşhur bərabərliklərdən biridir. P7. Parallelogram bərabərliyi. Aha. Görək burada söhbət nədən gedir? Poligramda diagonalları çəksək A, B, C, D. Bir diagonal, ikinci diagonal. Diagonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. D1 kvadrat üstə gəl D2 kvadrat 2 vurulsun A kvadrat üstə gəl. Bu poligram bərabərliyidir. Bunun romb üçün əlaməti, onu da buradan yazıram. Rombda axı biz bilirik ki, tərəflərin hamısı nədir? A'dır. Burada götürüb B'nin yerine də gerək nə yazın? A. Olsun A kvadrat üstə gəl A kvadrat. İkimizi toparlayaq. 2A kvadrat vurduq 2'ye 4A kvadrat. Yəni romb üçün bu düstur D1 kvadrat üstə gəl D2 kvadrat bərabərdir. Hardan çıxdı? Parallelogram bərabərliyindən. Romb üçün belə bir xassəmiz var. Keçək. Növbəti. Poligram bərabərliyində dedik. Poligramda A, B, C, D. Bu ixtiyari xət. Bu da ona çəkilən hündürlüydürsə. Sahə bu AK olsun, bu DH olsun. Poligramın sahəsi AK vur DH'dır. Bir nümunə. Nümunə neçəyə gəlirik? 9. Bu P8'dir. Nümunə 9. Poligram 8, nümunə isə 9. Belə bir sualımız var. A, B, C, D. Deyilib ki, bura 3'tür, bura 4'tür. DH 2 vur KS'dir. ABCD'nin sahəsini tap. ABCD'nin sahəsini tap. İndi ABCD'nin sahəsini tap. Tələbə nə etməlidir? Bura 3'tür. Bura 4'tür. Figura göre bura 5'tir. Burada KS'ye x desem DH KS'nin 2 qatıdır. Deməli DH nə qədərmiş? 2x. İndi sahə necə tapılır? Böyle bir xassətdir. Bu vur bu. 5 vur 2x. Sahə necə tapılır? A vur
B. A. 3 vur 4 üstə gəl x. Hər ikisi sahədir bizdə. Buranı silək ki, mane olmasın fikirlərimizdə. 10x 12 üstə gəl 3x-dir. 10x 10x elədi də, düzdürmü bu? 7x neçədir? 12-dir. Buradan da x 12 bölü 7'dir. Görək hər şey düzmü dedik biz. Bura oldu 3, bura oldu 4 plus x. Vuranda nə qədər elədi? Elə alınır. Bəli. Yaxşı, x-i tapdıq. Amma bizdən neyi soruşur? Sahəni. Yaxşı, sahəni soruşsa nə etməliyəm? Aparıb yerinə qoymalıyam. Bunun başqa variantımız yoxdur, eləmi? Gəlin uşaqlar, bunu 3 dəfə böyük eləyək ki, rəqəm rahat çıxsın. Neçə dəfə böyük eləyək? 3 dəfə. 3 dəfə böyük olanda burada neçə x olacaq? 3x. Burada olacaq 15. Bunu bura açsaq neçə elədi? X neçə elədi? Daha rahat alır. İndi sahə lazımdır tapmaq. Bu 1-dirsə buradan bura neçə elədi? 5. Burada 3. Sahə 3 vur 5 elədi 15. Razıyıq. Keçdik. Nümunə 9-da qoyduq kənara. Trapesiyada poleqram bərabərliyinə oxşar bir xassə var. Əgər trapesiyada bərabər yanlı trapesiya verilirsə, onun diagonalları perpendikulardırsa, bunu trapesiya 1 deyək. Düz trapesiya sərdən danışırıq. Hündürlük orta xəttə bərabərdir. Bu bir fakt. Əgər sadəcə diagonallar perpendikulardır, amma bərabər yanlı olub olmadığı heç bəlli deyil. Diagonalların kvadratları cəmi poleqram bərabərliyinə oxşar formada, amma ayrı-ayrı yox. Ümumi kvadrat. A üstə gəl B-nin kvadratı. Və trapesiya 3 əgər düzbucaqlı trapesiyada diagonallar perpendikulardırsa, hündürlük kökün altında A vur B-dir. Burada ədədi ortadır. Burada həndəsi ortadır. Düzbucaqlı trapesiya üçün. Və düzü çox danışmaq olur, amma məncə kifayətdir.